Hər kəs salamlayıram dostlar. Mən Murad Hüseynli. Deməli bu günlərim ən sensasiyalar doğuran bir qrupdur. Üçüncü qrup üzrə biz ümumi xülasələrimizi deyəcəyik. İlk öncə ixtisas seçimi ilə əlaqə saxlamaq istəyirsinizsə 055 602 54 44 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Onu da deyim ki, dərs vaxtları, yəni ixtisas seçim vaxtları əvvəlcədən təyin olunur və həmin müddətdə seçimi eləyəcəyik. Seçimləri onlayn şəkildə eləyəcəyik. Deməli, gəlin görək ixtisas seçimində nələrə fikir verməliyik. Bu bizim hazırladığımız sırf şagirdlərimiz üçündür olan bir PDF-dir. Mən indi bu günlərim ixtisaslar üzrə gedəcəm və ixtisaslar üzrə məsələlərə toxunacağam. Eyni şəkildə arada o PDF-ə də istinad edəcəyik. Deməli, yoldaşlar, gəlin baxaq. İlk öncə başlayıram 3-cü qrupun ən yaxşı ixtisaslarından olan Azərbaycan dili və ədəbiyyat müəllimliyi. Görürsünüzmü? Keçən il 60 yer ayrılıb. Bu ilə gəlirəm. Bu il 40 yer azalıb. Keçən ilki balına gələk baxaq. Keçən ilki balı Azərbaycan dili ədəbiyyat müəllimliyinin balı olub 572 bal. Gəlin açaq jurnalımızı, statistika jurnalımızı. Deməli, buradan baxaq ki, DT alt qrupunda 550 45 nəfər azalma göstərir. Yəni müəyyən qədər dəyişməyəcək. Mən təxminən deyirəm ki, belə statistika jurnallarda biraz baxmışıq. Statistika jurnallarına baxanda nəyi gördük biz burada? Tutaq ki, 580-590 arasında 225 nəfər abituriyent toplamışdı 2025-ci ildə. Amma bu il ərzində biz diqqət yetirsək, görəcəyik ki, 580 qalxaq biraz. 580-509 arasında var. Neçə yer? 207 yer. Burada var 225. Burada isə biraz müəyyən qədər azalma var. 200, yəni plan yerlərindən buradakı olan bal müəyyən qədər özünü tənzimləyəcək və ballarda yəni çox xırda artım və yaxud da azalma ola bilər. Yəqin ki, mən artımı nəzərdə tuturam. Yəni 1-2 bal və yaxud da 1-2 bal enmə olacaq. Yəni 572 balda biz demək olar ki, qalacağıq. Yaxşı, bunu keçdik. İndi məsələn xüsusi pedaqojik ixtisasına baxaq. İndi hər birini demək olmayacaq, amma yəni buradakı baxanda deyəcəm. Deməli, xüsusi pedaqojik ixtisasına 50 yer ayrılmışdı. 50 yer olduğu kimi qalır. Keçən il xüsusi pedagogikanın balı nə qədər olmuşdu? Baxaq. 458 bal. Baxaq görək burada 450-500 bal aralığında 5-10 bal artım ola bilər. Bəli, 5-10 bal artım gözlənilir. Deməli, gəlirik burada baxırıq. Deməli, 450, 400-450 bal. 450-460 arasında indi biz baxacağıq daha çox. 450-460 bal aralığında keçən il toplanılıb. 428 bal. Bu il isə 449 bal var burada. 428-449, yəni müəyyən qədər, yəni bəli, dediyimiz kimi 5-10 bal bir artım olacaq. Sonra ən gözəl sevdiyim ixtisaslardan tarix müəllimliyi ixtisasına baxacağıq. Tarix müəllimliyi ixtisasının isə balı keçən il plan yeri 120 olmuşdu. Bu il tarix müəllimliyi 30 yer azalaraq 90 yerə düşmüşdür. Deməli, yoldaşlar, keçən tarix müəllimliyin balı olub 515 bal aralığında. Deməli, biz 500-550-yə baxacağıq. Yenə 2-5 bal artım gözlənilir. İndi baxaq 510-520 bal aralığına. Baxın, deməli, 510-520 bal aralığında mən burada görürəm ki, keçən il olub 358 nəfər. Bu il 500-510 bal aralığında da 510-520 bal aralığında 396 nəfər. Deməli 500-358, burada isə görürük 520-316. Yenə müəyyən qədər 2-5 bal aralığında 30 yer kifayət qədər yaxşı necə deyək, azdır, çox bir yerdir artırılmaq üçün. Deməli 510-520-358 510, 520, 396. Bəli, yəni burada da 5-10 bal civarında, mən təxmini 10 bal civarı görürəm ki, 10 bal civarında ballar artacaq. Yaxşı, uşaqlar, gələk təhsildə sosial-psixoloji xidmətə 60-60 yerlər qalır. Balları isə hansı səviyyədə olub? 481 bal olmuşdu. Deməli, biz yenə 450, yenə 5-10 bal artımı
görürük. Gəlin baxaq. 478 olmuşdu. Neçə olmuşdu bircə saniyə? Baxın. 481 bal. Deməli 480-490 bal aralığına baxacağıq. Keçən il var 419 nəfər. Bu il 484 390 nəfər. Bəli, azalma var. Burada müəyyən qədər bir sırf bu ixtisas üzrə azalma deyənmərəm açıq azalma olacaq, amma yəni 5-10 bal civarında artım ola bilər. Amma bu ixtisas üzərinə baxacaq da sırf yəni bunu bir ixtisaslarda artım azalma kimi deyə bilmərik. Çünki o bir ixtisas üzrə formalaşmamış məsələdir. Burada bu yaxşı ixtisaslardan bir də beynəlxalq münasibətlər ixtisasına baxaq. TC alt qrupunda deməli 100 yer ayrılıb, məncə plan yerləri dəyişməyib, elə 100 yerdə olaraq qalır. Deməli TC intervalına baxaq. Deməli TC-də yoldaşlar neçə bal olub? Bircə saniyə mən onun balına da baxım. 407, yəni 4 pulsuzunu düşünsək 481 bal aralığında olmuşdu. Deməli 400-500 arasında ciddi artım 15. Çünki keçən ilə nisbətdə 793 nəfər daha çox toplayıb. Burada görürsüz. 15-30 bal aralığında olacaq. İndi biz buradan TC alt qrupunda, indi hamısı burada DT alt qrupudur. Deməli biz TC alt qrupuna gələcəyik. TC alt qrupunda 480-490 arası keçən il var 55 nəfər. Bu ilə nəzər salsaq TC alt qrupunda 480-490 bal aralığında, bu il isə var 98 nəfər. Deməli 55-dən 40 nəfərdə artım var. Yəni bunun da həm pullusunun, həm pulsuzunun balı kifayət qədər qalxacaq. İndi gəlirəm dövlət və ictimai münasibətlərə, sonra isə hüquqa keçəcəm. Deməli dövlət və ictimai münasibətlər yenə 150 yer ayrılıb, deyirsən yenə də 150 yer ayrılıb. Bəli, plan yerləri dəyişməyib. Burada isə bal təxmini nə qədər formalaşır? Dövlət ictimai münasibətlər 609 bal olub. Yəni belə baxanda bir azalma var 600 ballarda yoldaşlar. Onu da qeyd edeyim. 112 nəfər artıq azdır. Yəni cüzi enmə də burada müşahidə olunacaq. Təbii ki, söhbət pulsuzundan gedir. Hüquqşünaslıqlarda da bal enəcək. Yəni bunu mən nəzərdə tuturam. Deməli 320 yer. Deməli yoldaşlar burada 320 yer var, düzdür. Razıyam. Yəni DIA-yə gələndə daha danışacağam. Yəni hüquqşünaslığa gələn həm Bakı dövlət segmentindən baxaq, həm DIA segmentindən baxaq. Deməli 320 yerdir. Burada da yenə hüquqşünaslığın balı deyəsən yeri 320 olaraq qalır Bakı Dövlət Universitetində. Bizə saniyə hüquqşünaslıq. Deməli hüquqşünaslıq yenə 320 olaraq qalır. İndi gəlirəm burada DIA-yə gəlmək istəyirəm. Dövlət İdarəçiliyi Akademiyasından söhbət gedir. Deməli yoldaşlar hardadır? Biraz yuxarılarda ARP-DIA. Bəli, burada DIA-da hüquqşünaslığın balı 30 yeri idi keçərli üçün. Bu il üçün DIA-da ballar, daha doğrusu plan yerləri artmışdı. Burada ADA ilə bağlı məsələlər gəlir. Burada niyə universitetlərin biz reklamını gördük? Bakı Slavyan və ADA Universiteti maraqlı. Yoxsa belə də gedir. Aha. Çox məntiqsiz bir məsələ olub açığı, yəni belə baxanda biz nə qədər eləyəcəyik. Aha, prezident yanında Dövlət İdarəçiliyi Akademiyası yoldaşlar, burada hüququn plan yeri 50 yer, yəni 20 yer ümumilikdə artmışdı. Eyni şəkildə 15 yerdə Rus bölməsi üzrə var. Bu da bu şəkildə. Deməli yoldaşlar, hüquqda vəziyyət yaxşı olacaq. Gəlin ballarına da bir diqqət yetirək. Bakı Dövlət Universitetində deyəsən 613 kimi, daha doğrusu 621 kimi qiymətlənib. DIA-da isə olmalıdır bal 655 kimi, yəni cüzi enmələrimiz olacaq burada da. Çünki 650-700 arasında isə bir 94 nəfər azlıq var. Sonra yoldaşlar biz gələk yenə buradan qayıdaq bura. Deməli yoldaşlar
Bizə burada maraqlı, lazımlı ixtisaslar, indi hər bir ixtisas lazımlıdır. Sadəcə biz ümumi 3-cü qrupu analiz edirik. Pedaqoji universitetə gələk. Pedaqoji universitetdə keçən il Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisası 150 nəfər, daha doğrusu bu il 150 nəfərdir. Məncə dəyişməyib burada. Burada bir dəyişiklik yoxdur məncə. Elə keçən il 150 idi mənim yadımda elə qalıb. Bircə saniyə mən dəqiqləşdirim bunu. Deməli, pedaqoji universitetdə Azərbaycan dili müəllimliyi 10 yer burada bir azalma var. Bal aralığı isə necə olub? Biz ona da təcili baxaq. Deməli, yoldaşlar, pedaqoji universitetdə 522 bal olmuşdu. Deməli, biz DT alt qrupu üzrə dediyimiz kimi 500-550 bal arasında cüzi artım görəcəyik. Bu da onu göstərir. Aha. Sonra pedaqoji universitetə gəlirik. Pedaqoji universitetdə xarici dil müəllimliyi ixtisasına gələcəm. Bu il 50 bal yer olub. Keçən il xarici dil müəllimliyi 60 bal. Yenə 10 yer plan yeri azalmışdır. Balı da elə eyni şəkildə formalaşır. Yəni 2, 5, 6 bal arasında biraz, yəni bir 10 bala yaxın artım gözləyirik. Nəyə görə gözləyirik? Çünki plan yerdə azalıb, adam sayı da çoxalıb. Bu da balların artacağını göstərir. Ondan sonra yoldaşlar, biz burada ibtidai sinif müəllimliyi ixtisasına baxaq. İbtidai sinif müəllimliyi ixtisası olmuşdu 200 bal, 200 nəfər. Bu il baxdığımız təqdirdə isə ibtidai sinif müəllimliyi ixtisası 180 nəfər və bu 20 ciddi bir azalmadır. Deməli, 431 bal, 475-dən biz baxsaq, 450, bir 5-10 bal artım olacaq. Bu təbii ki, 5-10 bal yox, 5-15 bal aralığında olacaq. Çünki yoldaşlar, plan yerləri və adamlarının sayının artmağı hətta 20 bala kimi artıma gətirib çıxara bilər. Amma təbii ki, ibtidai sinif müəllimliyində də bu ola biləcək bir məsələdir. Yəni 500-dən yuxarı neçə bal idi bu? Bircə saniyə, ibtidai sinif müəllimi 475, yəqin ki 490-lara kimi gələcək. Bu da belə yoldaşlar. Sonra TSXP falan yenə eyni dediyim statistikalarına baxa bilərsiniz. Məsələn, Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisasına biz baxaq. Çünki burada daha çox bu ixtisasa tələbat var. Xarici dil müəllimliyi 475-dir. Keçən il isə olmuşdu 500 yer, 25 yeri azaldıblar. Bu da onu göstərir ki, ballar artacaq. Çünki 575-580 bal civarında düzdür, burada dəyişməyəcək var. Amma yəni orada bir gördüyünüz kimi bir bala intervalı var. Ona görə də o 500 neçə bal idisə, 572 bal idisə, elə o ballarda qalacaq və yaxud da bir 5-10 bal çərçivəsində, bir 2-3 bal, 5-10 bal çərçivəsində artacağı gözlənilir. Deməli, 551 bal olmuşdu. Bəli, təxminən onun balı olacaq 556, 57 və yaxud da 60. Mən ümid edirəm ki, 560 bal civarında ballar formalaşsın. Yoldaşlar, ümumiyyətlə çoxdur ixtisaslar, çoxdur. Bunlar haqqında hamısından çox-çox danışa bilərik. Slavyan Universiteti və s. axır. Mən indi ümumi sizə danışdım maraqlı top ixtisaslarla bağlı. Deməli 500 055 652 54 44 nömrəsinə yazırsınız. Mən sizin ixtisasınızı ümumi seçiminizi eləmək istəsəz, bizlə bir yerdə seçirsiniz və ixtisas seçimdə bala uyğun ən yaxşı ixtisasları seçməyə çalışacağıq sizinlə. Sağ olun, salamat qalın.